Herkese selam. Yeni bir derse hoş gelmişsiniz. Bugün sizinle 5. günün idiomatik ifadesini öğrenirik. Mit Ach und Krach. Bu Alman dilində gündəlik danışıq dilində işlənən bir idiomatik ifadədir. Azərbaycan dilinə çətinliklə, güclə, son anda, böyük əziyyətlə kimi tərcümə olunur. Yəni hər şeyin pis getdiyi bir vəziyyətdə sadəcə şansla bir işi bacarmaq. Birinci nümunəyə baxaq. Hat die Prüfung mit Ach und Krach bestanden. Cümləmiz perfekt zaman formasına aid bir cümlədir. O imtahandan çətinliklə keçdi. Çətinliklə mit Ach und Krach. İkinci nümunəyə baxaq. Mit Ach und Krach haben wir den letzten Bus erwischt. Biz sonuncu avtobusa güclə çatdıq. Bu cümləmiz də həmçinin perfekt zaman formasına aid bir cümlədir. Güclə. Mit Ach und Krach. Bugünlük bu kadar. Herkese teşekkürler.